Sabahınız xeyir olsun. Həkim Sən verilişinə baxırsınız. Nəzərinizə çatdırım. Hal-hazırda studiyamızın qonağı klinik psixoloq Murad İsayevdir. Müraciət etmək istəyənlər varsa buyurun. Progressiv Psixologiya Mərkəzinə müraciət eləyə bilər. Murad mənim xoş gördük. Necəsiz? Xoş gördük. Hər vaxtınız xeyir. Yaxşılıqdır. Biz sizinlə hər görüşümüzdə olmasa da müəyyən dərəcədə psixoloji problemlərə toxunduq ara sıra. Bu toxunduğumuz psixoloji, hətta psixi xəstəliklər sırasında deyərdim ki, obsessiv-kompulsiv pozuntu var. Nəinki OKP dediyimiz obsessiv-kompulsiv pozuntu, eyni ilə də bir çox xəstəliklərdə biz qadınlar ön plandayıq. Siz ümumiyyətlə praktikada nələri müşahidə edirsiniz? Səbəbi nədə görürsünüz daha doğrusu? İlk onu qeyd edeyim ki, OKP dediyimiz kompulsiya, obsessiv-kompulsiv pozulma təxminən 20-30 yaş arasında ikincili mərhələ hesab olunur və yeniyetməlik dönəmində olan ilkin mərhələ kimi hesab olunur. Yəni ki, bu kompulsiv, belə deyək də, hərəkətlərin fonunda insanın düşüncələri, beynindəki olan daha çox yayılmış xəstəliklərdən qorxma, hansısa bir qaydaları pozmaqdan qorxma, həddindən artıq çox titizlik, təmizlik və müəyyən deyək ki, dini inancları varsa, həddindən artıq çox orada da yuyunub təmizlənmək, paklanmaq və yaxud da oxuduğu surələri, ayələri çox tez-tez demək, evdən çıxarkən demək. Yəni ki, həddindən artıq çox belə spektrdə bölünür bu xəstəlik. Sadəcə olaraq erkən təbii ki, müəyyən olunarsa, o daha tez aradan qalxır ki, təxminən 100 nəfərə 2 nəfər düşür. Belə statistik göstəriciyə baxanda 20-30 yaşda daha ağırlaşmış forma olur və o yaşdan keçəndə artıq biz psixiatrə və yaxud da aidiyyatı belə deyək də müayinə üçün göndəririk ki, sahə üzrə həkimə bioloji faktorlar bəli, təsdiqlənsin və onun qarşısında paralel alaq. Yəni ki, həm medikamentoz müalicə təyin olunsun, həm də psixoloji belə deyək də seanslarla paralel edilsin. Onda belə çıxır ki, dediniz yaş dövründən sonraki dövrdə artıq çətinlik törədir bunun müalicəsi. Bəli, çoxdur. 30 yaşından sonra bilmək lazımdır ki, bu takıntılar dediyimiz, vəsvəsə dediyimiz, ondan sonra sofuluq dediyimiz bu xəstəlik, əslində bu xəstəlikdir birinci növbədə. Bunun ilkin vaxtlarda onun qarşısını almaq daha rahat olur, 30 yaşdan sonra daha çətinləşməyə doğru gedir. Bir növ beyin neyronlarının söhbəti, dialoqu alınmır, pozulur bəlli bir yaşda. Bunu elə adlandırmaq olarmı? Etirazı deyərdim mən, söhbəti yox, daha çox etirazı, üsyanı deyərdim. Çünki bilirsiniz, insana uşaq vaxtından bizə o qədər mükəmməliyyətçi olmaq, daha təmiz, daha səliqəli və s. kimi olmağı təlqin edirlər ki, onun fonunda yaranır daha çox bu kimi hallar. Yəni biz uşaqlarımızı səhv etməyə və hansısa bir eksperimentə meyilli yaratmalıyıq, yəni mümbit yaratmalıyıq uşaqlarımızı. Yəni, tənbih çox etməmək lazımdır. Həddindən artıq çox kritika etməmək lazımdır ki, uşaq özü də dərk edə bilsin. Məsələn, bu araşdırmalar göstərir ki, hal-hazırda uşaqlara verilən suallar içərisində daha çox düşündürücü suallar daha çox olmalıdır ki, nəinki qısa suallar deyirlər, hə, yox, bilmirəm, cavabları alınan suallar verilməsin. Məqsəd onunla ibarət ki, uşaq özü təfəkküründə canlandırsın, yəni danışdığın bir obrazı. Məsəl üçün, neçə aldın? 5, 4, 3 deyəcək. Amma məktəbdə necə idin bugün? O məktəb haqqında danışacaq. Və tənbih etmədən ikinci bir sualı verməliyik ki, sabahsı gün nələr olacaq? Yəni, proqramına baxmaq lazımdır. Necə? Bu formada biz uşağın düşüncələrini qarışdırmalıyıq ki, uşaq öz proqramını özü qura bilsin. Çünki neuromediatorlarımızda belə bir şey var ki, ötürücülüyün aktivləşməsi üçün, həmin o hormonal balansın aktivləşməsi üçün mütləq şəkildə canlandırılma yaradılmalıdır. Beynimizin sağ yarımkürənin aktiv olduğu obraz forması yaradılmalıdır. Yəni, bu formanı verməsək əgər biz uşaqlara, o zaman uşaqlarımız robot kimi olurlar. Hə, yox, bilmirəm. İndi bir mənalı şəkildə deyəcəksiniz ki, təcrübədə göstərilən, yəni gördüyümüz nədir? OKP-li insanların çoxunun, elə az öncə söhbətimizdə də dediyiniz kimi, IQ səviyyəsi yüksək olan insan. Demək ki, biz burada əgər psixik xəstəliklərdən danışırıqsa, genetik konstitusiyonu da nəzərə almalıyıq. Beyin inkişafına təkan verici müəyyən məsləhətlərdən danışdınız. Əgər bu beynin inkişafında bir həkim müdaxiləsi və ya oluna biləcək bir şey yoxdursa, o zaman sizin dediyiniz o testlər nə işə yarayar? Hansı testlər?
bax deyirsiniz, müəyyən uşağı düşündürməyə vadar etmək, Ha, ona bunlar suallar testlər vermək. deyil, Test şəklində, yenə də, amma üslubu. yönəltmək kimi. Bilirsiniz, zaten bunlar olmadığı üçün daha çox mühafizəkar ailə, tənbih edici ailələr olduğuna görə belə xəstəliklər yaranır demək Onda istəyirəm. belə çıxır ki, biz istədiyimiz kimi yönəldə bilərik bir Yox, təbii ki. Az yaşlılar, Burada onun düşüncələrini- burada genetik faktorun da öz rolü var, sosial faktorun da öz rolü, cəmiyyətin də rolü var. Təbii ki, bu bir Çünki sonunda xəttidir. psixi xəstəliklər dediniz. Bəli, bu bir Bunun üçün bir xəttdir. meyillik olmalı. Çox vaxtı, məsələn, 3 insandan birində əgər ailədə varsa, bu OKP-li insanlar varsa, onların uşaqlarına da bunu hələ tam bioloji faktor olaraqdan aydınlada bilməyiblər ki, burada Səbəblər sırasında göstərir. bəli, səbəblər sırasında, yəni valideynlərin olması, xəstə olaraqdan, OKP-li olaraqdan valideynlərin olması uşaqlara da ötürülə bilər. Təbii ki, burada sosial faktorlar qeyd elədiyiniz, burada məişət faktorları, bunlar da çox önəmlidir ki, insana hamısı kompleks təsir göstərir. Bir müddətdən sonra 30 yaşda, bəlkə də belə deyək də 30 yaşdan sonra xəstəliyi ona görə çevrilir ki, artıq OKP-li insanlarda belə deyək, biraz rezistentlik yaranmağa başlayır. Yəni artıq vərdiş halına keçirlər deyə çox bəlkə də müraciət etmirlər. Ona görə statistika belə göstərir. Amma ki, yaşlı xəstələrin də 50 üstü yaşlı olan insanların da OKP-li olduqlarını biz müşahidə edirik ki, yəni dərman müalicəsi qəbul edirlər və təəssüf ki, uzun müddət dərman müalicəsi edirlər və psixoterapiya etmirlər. Amma bunun tək tərəfli bir müalicəvi effekti ola bilərmi? Tək tərəfli bizdə daha çox köhnə... Yatan səbəblər sırasında bioloji faktorlara toxunaq nəyin əksikliğinə dayanır? Bioloji faktorlar içərisində bizə serotonin çatışmazlığının verdiyi bir böyük bir təsirdir və bu serotonin çatışmazlığı da bizdə düşüncəmizdəki neqativ kompulsiyaların olduğuna görə, fikirlərin daima durmadan, obsessiyaların daima durmadan hərəkət etdiyinə görə serotonin miqdarının bədəndə, qanda normal miqdarının olmasının qarşısını alır. Çünki daima negativ fikir, simmetriyadan danışır, insan təmizlikdən danışır, orqanlarında xəstəlikdən danışır və beyin bilirsiniz, negativ bir fonda köklənir deyə daima mənfiyə yönəlik olduğu üçün qandakı serotonin miqdarı aşağı düşür və düşdükcə də həmin o təkrari fikirlər, takıntılar daha da yuxarı qalxır, belə deyək. Amma mən sizə deyərdim ki, konsultasiya sırasında o pasiyentin ruh halı ilə, bəzən diaqnozla çıxan laborator analizləri aparmadan belə o diaqnoz təsdiqlənir. Bəli. Bunun nə qədər doğru olub-olmadığını öyrənmək istəyərdim sizdən. Nə dərəcədə bu yanaşma doğrudur? Birinci növbədə psixoterapiya və psixiatrların özlərində də OKP-li insanların belə deyək də, simptomları həddindən artıq çox dəqiq olduğuna görə, yəni danışan kimi onların bütün həyatlarının hər bir tərəfində biz görürük onu. Başqa problemlə oxşar ola bilməz? Məsələn? Bir çox başqa psixoloji və ya psixiatrik problemlərlə həmin əlamətlər. Söhbət də ondan gedir ki, bənzər, oxşar, diferensiyasiya etmək lazım. Diferensiyasiya etmək lazım olsa, amma OKP-nin belə bir məsələsi var ki, OKP-li insanlar OKP-nin fonunda başqa xəstəliklər ortaya çıxa bilir. Məsələn, psixi pozulmaların yaranmasını biz nəzərə alsaq, OKP-li insanlar gəlir, deyək ki, paranoidal şizofrenik vəziyyət yaranır. Bir müddət 30 yaşını keçəndən sonra artıq psixika dözə bilmədiyinə görə patologiya yaranmağa təsir göstərir. Yəni, ilkin mərhələ olaraqdan OKP-ni biz həmişə baxırıq və bunun terapiya və müalicəsini önəmsiyirik, dayanırıq üzərində. Çünki simptomatikası həddindən artıq çoxdur. Diferensiyasiya girəndə təbii ki, digər xəstələrdən daha punktlu, konkret və s. olduğunu biz görürük ki, dəqiqliklə hər bir şey edə bilir. Bir də dərman müalicəsinə verdikləri tez effektə görə biz müəyyənləşdirə bilirik ki, deyək ki, depressiv vəziyyətdə olan bir xəstə ilə OKP-li bir xəstə arasında 2 həftə effekt fərqi var. 2 həftəyə bunlar çox qəşəng effekt verə bilər, amma depressiv vəziyyətdə olan insan uzun müddət gərək keçsin ki, 3 həftə, 4 həftədən sonra preparatlara effekt verə bilsin. Bir də təbii ki, psixoloji testlərimiz də var. Klinik psixoloji testlər vasitəsilə də müəyyənləşdirmək mümkündür belə insanları. Depressiyadan danışdıq. Depressiyanın
təsdiqi lazımdır. O qədər Əlbəttə də ki, bəsit səslənəcək bir əsla. Yəni ki, depressiya bu saat indi hamı Onun bir-birinə belə qoyduğu diaqnozdur. Kimsə kiməsə qoyur, bir də görürsünüz ki, depressiyadasan və s. Amma ümumiyyətlə OKP-dir, depressiyadır, psixozdur, şizofreniya və s. ağır psixiatrik xəstəliklər bir-birimizə diaqnoz qoymağı olmaz. Bir-birimizə dərman tövsiyə etmək olmaz. Bir faktı qeyd edeyim ki, daha çox OKP-li insanlar özləri evdən dedik ki, evdən, ailədən aldıqlarına görə ki, mənim anam da belədir və yaxud atam belədir. Daha çox ailədən dərman məsləhəti görürlər ki, atan bunu içdi, düzəldi, yaxşı oldu, sən də iç. Və yaxud da anan bunu içir. Bu kimi yanaşmaların qətiyyən tərəfində deyilik. Çünki hər bir insan cinsinə görə, hətta psixologiyasına görə fərqli preparatlara göstərdiyi reaksiyalara görə fərqli xarakter daşıyır. Mən həmsöhbət oluram bəzi nevroloqlarla, xüsusilə də, indi bilirsiniz, psixiatri qonaqlarımız da olur. Onlar xüsusilə səslənirlər. Bax, ən çox sevdikləri mövzu panik atak. Ən çox sevdikləri mövzu OKP və digər psixoloji problemlər və s. Niyə? Çünki altda yatan çox bəsit səbəblər araşdırılır. Elə düşünürük ki, serotonin səviyyəsini normallaşdıracağım, tarazlaşdıracağım. Nə olacaq? Bu insanın bütün o dediyiniz o ruh halı, dəyişkənliyi, bütün psixi problemləri, hətta psixiatrik problemləri belə gedəcək. Halbuki insan müvəqqəti bir effekt ala bilər. Əgər yanaşı hər hansı bir digər xəstəlik yoxdursa və ya o xəstəlik fonunda bu formalaşmayıbsa, o xəstəliyin müalicəsini almadan bu fonda o dediyimiz psixi sarsıntıya gətirib çıxaracaq problemlərin həllini tapmaq mümkün olmaz. O sırada antidepressantlar qəbul edənlər var, bilirsiniz. Mən ona görə hər zaman insanlara diqqətimi yönəldirəm və deyirəm ki, mütəxəssislər danışanda diqqət yetirək. Bu, qarşımızda indi hal-hazırda dayanan insan, şəxsiyyət kimdir? Klinik psixoloqdur. Hüceyrə səviyyəsində əgər hər hansı bir incəliyinə toxunursa, demək ki, bu insanın tibbi biliyi olmalıdır. Və yanaşı tibbi müdaxilənin olduğunu da bilən həkimə getməliyik, bilən klinik psixoloqa getməliyik. Bilirsiniz, dırnaqarası psixoloqlar çoxdur. Müraciət edən insanlar artıq biraz daha təcrübələniblər və internetdə falan araşdırırlar. Ona görə Daha çox təsadlı adamlar gəlir, hə? 10 il bundan qabağa nisbətdə hal-hazırda insanlar daha məlumatlı gəlirlər, daha çox informasiyalı gəlirlər deyə. Bəli, bir də problemə girib çox çıxıb və çox problemli yerlərdə olmuş insanlar gəlirlər ki, problemin hansısa bir səhv istiqamətdə terapiyası gedib və yaxud da terapiyası gedib yarımçıq qoyub qalıb, davam eləməyib. Belə insanlar çoxalır. Amma OKP-yə gəlsək, həqiqətən də OKP hal-hazırda belə deyək də çox aktiv şəkildə müşahidə olunan patoloji pozulmalardan biridir və bu pozulmaların içərisində biz psixoterapiyanın, kognitiv behavioral terapiya dediyimiz intellektin, düşüncənin, təfəkkürün aydınlanması və behavioral dediyimiz hərəkətliliyin aktivləşdirilməsi fonunda terapiyanı aparsaq, o zaman medikamentoz müalicə də öz effektini verəcək və insan həm də o bayaq qeyd ediləniniz yarımçıq qalmayacaq. Yəni ki, yarım biraz effekt aldım. Belə bir şey ola bilməz. Yəni tibbdədir, yarım hamilə ola bilməzsən məsələsi var. Yəni ki, yarım effekt aldım, yarım almadım. Ya bu tamamlanmalıdır ki, OKP-li insanlar çox vaxt ümidsiz olurlar ki, belə bir şey ola bilmir, alınmır, tamamlanmır. Bu tamamlanır. Yəni bunun bir terapiya etapı, protokol qaydası, psixiatrik müalicəsi, müayinəsi və psixoterapevt, klinik psixoloqun təsiri ilə bunlar hamısı kontrol altında salına bilir. Amma bunu düzgün etaplarda, bəli, mütləq, birinci növbədə diaqnoz qoyulmalıdır. Tibbdə də belədir. Müalicənin effektini görə bilməyən insanlara mən hər zaman deyirəm, təkrar həkiminizə müraciət edin. Ya sizə dərmanın dozunu artıracaq, ya alternativ dərman təyin edəcək, ya da artıq diaqnozda bir şübhə yaranacaq, digər əlavə müayinələr tələb edəcək. Yenə də baxış, bəli, bu danışılmalıdır. Xüsusilə də psixoloji mövzularda, bilirsiniz, mən beyin haqqında danışmağı çox sevirəm. Hətta Murad müəllimdə... Razıyam, onu müşahidə eləmişəm. Az öncə nə dediniz ki, atam bu dərmanı içdi, faydasını gördü. Ola bilər. Atam da o dərmanı içib faydasını görə bilər. Anam da adı üzərində atam, anam. Məni dünyaya gətirən iki fərd. Amma baxın, iki fərddən gedir söhbət. Mən bunların heç biri ilə eyni ola bilmərəm. Xasiyyət, xüsusiyyət, hər hansı bir bioloji oxşarlıq və s. DNA səviyyəsində, hüceyrə səviyyəsində ola bilər. Amma baxın nə deyirəm, oxşarlıq, yəni 100% eynisi deyil. Mən fərqli bir fərdəm. İki hüceyrədən, iki toxum hüceyrəsindən əmələ gələn tamamilə
tamamilə ayrı bir fərdəm. Ata-anadan ziyadə üçüncü bir fərd olaraq dünyaya gəlirəm. Tamamilə doğrudur. Ona görə belə verilişlər, maarifləndirici verilişlər lazımdır ki, insanlar birinci naümid olmasınlar ki, bu belə problemlər mənim atamda da olub uzun müddət gedib, dayanıb və yaxud da dayanmayıb, ümidli olub. Bilirsiniz, burada xəstələrin biraz da hövsələsizliklərini biz müşahidə edirik ki, məsəl üçün, deyək ki, gedir, əgər psixiatr yanına gelirsə, ora OKP diaqnozu qoyulursa və pozulma diaqnozu varsa, müalicə yazılırsa, deyək ki, 3 ay qəbul edir və ondan sonra bir daha müayinəyə gəl deyilir. İnsan müəyyən bir yaxşılıq əldə edəndə, hiss eləyəndə ki, normallaşır, sakitləşir və s. o saat preparatları kəsir. Hansı ki, bilmək lazımdır ki, nevroloji və yaxud da əsasən də nevroloji və psixiatrik qaydalara görə, protokola görə bütün reseptlərə yazılır, dərmanı icazəsiz dayandırmayın. Yəni ki, bu yazılır. Özü oxuya-oxuya insan deyirəm ki, yəni bunu oxuyursunuz siz. Niyə görə bəs davam edirsiniz? Dozasını da dəyişmək. Dozasına da müdaxilə edirlər. Dozirovkaya da müdaxilə olunur, artırır, azaldır, yaxşıyam, azaldır, pisəm, artırır. Yəni ki, bu hər halda tibbi oxuyub və bu qədər əziyyət çəkmiş insanlar ona boşuna sərf etməyiblər, vaxt sərf etməyiblər ki, gəlib sən orada özündən nəyəsə müdaxilə və yaxud da hər hansı bir əczaçının müdaxiləsi. Bu da yol verilməzdir ki, əczaçı mənə bu dərmanı məsləhət gördü və yaxud da bunun məsləhət görmədi. Siz danışdınız, ağlıma nə gəldi? Bax, deyir sizi öz başına dərmanları dəyişmək, dərmanın dozasını artırma və s. Bugün çox dayaz yanaşılır bəzi problemlərə və əfsuslar olsun ki, o sırada hətta həkimlər də var. Məsəl üçün, hər hansı bir hormon mənə təyin olunubsa, bu dərman deyil. Bu hormonda, orqanizmdə yetməyən bir hormonu mən kənardan almaq məcburiyyətindəyəm. Amma o hormonu aldığım halda, mən analiz verəndə, mənim göstəricilərim problemimə görə təyin olunduğuna görə o dozalanma normal göstərəcək. Və deyir ki, sən artıq sağalmışsan. Xeyr, mən o qəbul etdiyim dərmanlara görə hal-hazırda normal göstəricilərdəyəm. Referans budur. Amma mən də dərmanı kəsdiyim halda əvvəlki vəziyyətə, bəlkə ondan da betər vəziyyətə düşəcəm. Yəni, belə bir məntiq yürütmək lazımdır. Siz də deyirsiniz, o köpəli insanlarda IQ səviyyəsi belə Ora beyniniz takılıb qalıb. Ora bağlamıram, amma hər bir halda mən bütün mövzularda insanlara məntiqi yanaşmalarını istəyirəm, hətta tələb edirəm. Çünki hər bir insanın kifayət qədər zehni var, Allahın yaratdığı çox belə ağıllı, belə zəkalı varlıqlardır. Razıyam, amma bunlarda bilirsiniz necə, həqiqətən də variantları çox geniş olur. Yəni ki, o köpəkli insanlar çox gözəl insana əsaslar verə bilirlər, qoyduqları ideologiya, bəraət qazandıra bilirlər, məntiqli əsaslarla. Hansı ki, dini əsaslar var və yaxud da hansı bir mental əsaslar var və yaxud da məişət dəyərləri var. O qədər araşdırırlar, bilirlər ki, yəni, bəlkə də bu OKP-li, o intellektual, o fəsad kimi qiymətləndirdiyimiz nöqtə fəsad formasına doğru gedib. Valla elə insanlar var ki, anatomik olaraqdan insan haqqında bütün hər şeyə qədər öyrənib, heç tibbdə olan bir adam deyil. Hardan danışırsan, hansı farmakoloji müdaxilədən danışsan, oradan məlumat verir. Amma ki, baxırsan, görürsən ki, yoxdur. İnformasiyası o qədər geniş deyil. Sadəcə olaraq, belə deyək, qeyri-peşə sahibidir də, qeyri-ixtisas sahibidir, amma çox gözəl şəkildə dərmanlar haqqında məlumat deyə bilir. Nədən araşdırır, axtarır, tapır, eləyir. Ona görə mən özümə əsasən deyirəm, təbii ki, bu statistik göstərici deyil ki, OKP-li insanlarda biraz intellekt daha fərqli və geniş, bəlkə də EQ deyək də, emosional, belə deyək, səviyyə normadan fərqli formada inkişaf eləyir. Bu xəstələrin ümumiyyətlə bir çoxunda şişirdilmiş fəlakətli düşüncələr olur. Bunun öhdəsindən gəlmək bir o qədər də asan deyil. Həm insanı bioloji faktor olaraq nəzərə almalısınız, həm hər hansı bir xəstəliyi varmı, o xəstəlik fonunda mı bu düşüncələrə qapılıb və ya ümumiyyətlə bu stresi yaşayır, onu araşdırmalısınız, eyni ilə onu dinləməlisiniz, anamnez toplamalısınız, hətta özünə fərdi yanaşaraq müayinələrə yönəltməlisiniz. Bəli. Özünüzdən əlavə başqa bir buket. Bəli, buketdir bu. Belə insanlar al-əlvan buketdir, tamamilə doğrudur.
müayinələrə ona görə əvvəlcədən biz şərti şumda kəsirik ki, gəlin şərt kəsirik sizlə ki, deyək ki, 2 ay müddətində, 1 ay müddətində və yaxud da 3 ay müddətində deyilən qaydaları mütləq yerinə yetirəcəksinizsə, o zaman effekt alacaqsınız. Səhərsi günü gəlib üstümə demək ki, niyə effekt alınmadı, niyə bunu yaramçıq? Ona görə bütün müayinələri verilir, müalicələr götürülür və psixoterapevtik yanaşmalar başlanılır. Əks təqdirdə dediyiniz kimi, bir dənə də məsələni deyim İlhami xanım, belə insanlarda əslində xəstəliyə qarşı çox da qəribə bir həssasiyyət olur. Yəni ki, belə insanlar xəstələnmədən bilə bilirlər ki, məsəl üçün, emosional həssaslıq, auraya görə yox. Məsələn, ürəyini o qədər yoxlatdırır ki, artıq yəni, bu adamda xəstəlik ola biləcək ehtimalını ortaya qoya bilmirik ki, kardioloji, endokrinoloji, gastroenteroloji o qədər müayinələrdən keçirlər ki, yəni belə insanlar ölüm qorxusuyla daha çox üzləşirlər deyə. Bunlar tamamilə başdan ayağa o həmin o buket formada dediyimiz buketin hər tərəfindən məlumatları var. Ona görə də insan qalır bir istiqamətlə işləməyə. Çünki bizə daha çox, mənə müraciət edən insanlar daha çox müayinələr, müalicələrlə gəlirlər. Ki, ürəyimdən narahatam, böyrəyimdən narahatam, orqanlarımdan narahatam və müayinə edib, müalicə də eləyiblər. Ona görə psixoterapiyanın ağırlığı ona görə lazımdır ki, hətta xəstə insan olsa belə, onu xəstəliyi dərk elətdirib və barışdırmaq lazımdır ondan. Deyək ki, ürəyində problem varsa, sən müayinə olunub, müalicə aldıqdan sonra düzələ biləcəksən. Bunu normal sağlam insan qəbul edir. O kapeli insan qəbul etmir. O deyir ki, mənim niyə görə ürəyimdə xəstəlik var? Niyə görə bu xəstəlik məndə yarandı, aşılandı, ortaya çıxdı, olmamalıdır? Yəni, mükəmməlliyəçilik psixologiyası ona görə gəlib deyirəm ki, valideynlər bilməlidirlər ki, uşaqlıq vaxtından uşaqlara o mükəmməl olmaq üçün səhv etməmək duyğusunu aşılamayın uşaqlarımıza. Bu uşaqlarımızı bərbad eləyir və belə bir vəziyyətləri gətirir çıxar axırda. Düzü bilmirik, səhvi göstəririk. Təəssüf. Doğrunu bilmirik, yanlışlarla qınayırıq, danlayırıq, cəzalandırırıq və bunun tək bir adı var, böyük bir səhv, xəta və bu da əlbəttə ki, beyin inkişafında müəyyən problemlərə yol açır. Çünki uşaqlıqdan əgər danışırıqsa uşağın inkişaf dövründən, orada beyin inkişafı xüsusilə nəzərə alınmalıdır. Hər bir halda insanlar doğru seçim etməlidirlər. Həm mütəxəssis seçimində yanılmamalıyıq, həm də həkim seçimində. Murad müəllim, mən təşəkkür etmək istəyirəm gəldiyinizə görə. Xoş oldu sizinlə söhbət, minnətdaram. Varmı sonda demək istədiyiniz tamaşaçılarımıza? Son cümlə olaraq onu deyərdim ki, hər şey, Sigmund Freud'in bir söz var, deyir, uşaqlıq bizim ana vətənimizdir. Yəni, ana vətənimiz olan uşaqlığımızı həqiqətən də düzgün şəkildə yaşamağa kömək eləmək lazımdır valideynlər olaraq. Uşaqlıq dönəmindəki istər müalicələr olsun, istər müayinələr olsun, yəni psixoloji müalicələr olsun, bunların üzərində çox yaxşı, həssas belə də yanaşaraqdan axırına çıxmaqlarını istəyərdim. Hər kəs istəyir ki, psixoloqa müraciət eləyəndə, xüsusilə təkrar eləyim, klinik psixoloqa müraciət eləyəndə köklü dəyişikliklərdən geri dönüş etsin. Amma bəzən bu mümkün olmur. Niyə? Çünki biz gəldiyimiz sırada, anamnez toplanan sırada doğruları danışmalıyıq. Qəbul etdiyimiz dərmanlara qədər doğruları söyləməliyik. Çünki var olan o dilə gətirdiyimiz simptomlar bəlkə də qəbul etdiyimiz dərmanlar səbəbilə də ola bilər. Bunu da ayırt etmək üçün o imkanı, o şəraiti mütəxəssisə yaratmalıyıq. Məhz ona görə doğru ünvan haradır? Proqressiv Psixologiya Mərkəzi. Buyurun, Proqressiv Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Murad İsayev studiyamızın qonağı idi. Müraciətlərinizi edə bilərsiniz. Təşəkkür edirəm təkrar. Mən təşəkkür edirəm. Uğurlar sizə. Sağ olun. Minnətdarım. Qısa aradan sonra yenidən qarşınızdayıq.